Ruben Vardanyan. Mr. Vardanyan, thank you for being with us. Çox rəngarəng, maraqlı bir personaj. Şübhəsiz ki, çox istedadlı bir şəxsdir. Ruben Vardanyan, Aurora şirkətinin həmtəsisçisi. Və eyni zamanda özünü xeyriyyətçi kimi təqdim etməyə nail olmuşdur. Ruben Vardanyan. Ruben Vardanyan. Ruben Vardanyan. Ruben Vardanyan. Onun yaxşı əlaqələri var idi. George Clooney ilə dost idi. Ruben Vardanyan həyat yoldaşı Veronika dünyanı aldatmağın nə qədər asan olması baxımından çox maraqlı bir figurdur. Ruben Vardanyan Ukraynada sanksiyalar altındadır. Vardanyan Rusiyanın Volga-Dnepr şirkətinin idarə heyətinin üzvü olub. Biz bu şirkəti Putinin qanadları adlandırırıq. Həmin şirkətdən çox böyük məbləğdə pul alan bir ad gördüm. Və bu, cənab Ruben Vardanyan idi. Ruben Vardanyan. Əslində, bu həqiqətən də parlaq bir cinayət idi. O, Avropa üçün, NATO ölkələri və Ukrayna üçün cinayətkar sayılır. Ruben Vardanyan pasportundan imtina etməyib. Bu tamamilə yalan bir iddiadır. Salam, əziz Artsaq sakinləri. Ruben Vardanyan özünü digərlərinə xidmət həsr etmiş qlobal liderdir. Putinin Troya atı kimi. Mən bu torpağın sahibiyəm. Ruben Vardanyana qarşı irəli sürülən ittihamlara, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, terrorçuluq. Ruben Vardanyan kimdir? Çox maraqlı bir sualdır və dəqiq bir cavabı yoxdur. Ruben Vardanyan əsl bir erməni deyil. O Rusiyanın adamıdır. Vardanyanın ailəsi əslən Qarabağdan deyil, onlar Ermənistandandır. Onun atası və anası İrəvanda yaşayırdı. Daha sonra o Rusiyaya getdi və orada biznesini və siyasi fəaliyyətini başladı. 90-cı illərdə onun imici müsbət və real təsir bağışlayırdı. Çünki o Rusiyada qərb bankçılığının siması idi və Troika Dialog bu cür fəaliyyətin çox maraqlı bir nümunəsi idi. Troika Dialogun direktoru Ruben Vardanyan. Ruben studiyamızın qonağıdır. Ruben Vardanyan. Ruben Karlenoviç, yenidən salam. Sovet dövrünün çoxlu mənfi tərəfləri var idi. Lakin böyük bir müsbət tərəfi də var idi. Gələcəyin aydın bir dəyəri mövcud idi. Mənim üçün və valideynlərim üçün aydın idi ki, mən universitet məzunu olmalıyam, sonra doktoranturaya daxil olmalıyam, sonra karyerama başlamalıyam. Troika Dialogundan Ruben Vardanyan hesab edir ki, Rusiya hazırda çox yaxşı mövqedədir. Növbəti qonağımız Ruben Vardanyandır. O, Rusiyanın Troika Dialog İnvestisiya Bankının sədridir. Ruben Vardanyan Troika Dialog qrupunun direktorlar şurasının sədri və icraçı direktorudur. O həmçinin bugün Rusiyanın ən varlı insanlarından biridir. Mən çox məmnunam ki, şirkətimiz bazarımızın ən yaxşılarından biri kimi tanınır. Bu yalnız işlədiyimiz müştərilər tərəfindən deyil, həm də hər gün birlikdə çalışdığımız rəqiblər tərəfindən də qəbul edilir. O dövrdə Troika Dialog digər Rusiya banklarından tamamilə fərqli görünürdü. Troika peşəkarı idi. Ruben Vardanyan tərəfindən idarə olunurdu və onun qərblə son dərəcə güclü əlaqələri var idi. Ruben Vardanyan, bizimlə danışdığınız üçün çox təşəkkür edirik. Zəhmət olmasa Troika Dialog haqqında danışardınız.
Troika Dialog ilk investisiya banklarından biridir və 1991-ci ilin yanvarında yaradılıb. Yanvar ayında 20 illik yubileyimizi qeyd edəcəyik. O yəqin ki, ABŞ-də, Parisdə və Londonda Qərb bank dairələri üçün Rusiya maliyyəsinin daha qəbul edilən siması kimi tanınırdı. Onun yaxşı əlaqələri var idi. Bilirsiniz, o George Clooney ilə dost idi. O dövrdə Rusiyada kifayət qədər böyük ictimai nüfuza malik idi və xüsusilə Qərb tərəfindən yeni Rusiya biznesinin qəbul edilən siması kimi görülürdü. Beləliklə, o, nüfuzlu Skolkovo biznes məktəbinin yaradılmasına kömək etmişdi. Mənim üçün, mən başlayanda nə kapitalım var idi, nə də təcrübəm. Bacardığım yeganə şey reputasiyamı qurmaq idi. Mən əcnəbilərlə işləməyi bilirdim və Rusiyalıların nə demək istədiyini başa düşürdüm. Hər iki tərəf üçün ən yaxşısı olmağa çalışırdım. O çox rəngarəng, maraqlı bir personajdır. Şübhəsiz ki, çox istedadlı bir şəxsdir. Şübhəsiz ki, başqalarını inandıra bilən bir insandır. Və eyni zamanda özünü xeyriyyətçi kimi təqdim etməyə nail olmuşdu. 1990-cı illərdə ciblərinə bu yeni pullar axmağa başlayanda onlar bununla bir növ oynayırdılar. Sanki oyuncaq mağazasına gedib istədiyin hər oyuncağı ala bilirsən. Bu, müəyyən mənada özləri üçün image formalaşdırmaq idi. What we're seeing is a new Gördüyümüz isə yeni tip bir fiqur idi. O quldur mədəniyyəti və ya Sovet dövrünün əsas cinayətkarları kimi təsəvvür etdiyimiz qanuni oğrular tipli bir cinayətkar deyildi. Əziz erməni və qeyri-erməni dostlarım, bunu niyə etdiyimizi və niyə etdiyimi sizinlə bölüşmək istəyirəm. Amma bizim baxdığımız maliyyə gücünə, siyasi gücə və geniş əlaqələrə sahib olan bir şəxsdir. Mikhail Gorbaçovun Sovet İttifaqını bir yerdə saxlamaq arzuları bugün ölümcül zərbə almış ola bilər. Sovet İttifaqı artıq mövcud deyil. Rusiya hüquqa əsaslanan dövlət qurmaq imkanını əldən verdi. Bu isə kommunizmin süqutundan sonraki dövrdə çox vacib idi. Qanun olmadan ölkənin dövlət tərəfindən idarə olunan iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi qaçılmaz olaraq qanunsuzluğa aparacaqdı və məhz elə bu da baş verdi. Bu qanunsuzluq hakimiyyəti və pulu əllərində saxlamaq üçün istənilən vasitədən istifadə edən bir qrup insanı meydana çıxardı. Rusiyada sifarişli qətillər epidemiyası, daxili qətillər, insanların pəncərələrdən atılması və ya güya özlərini güllələyərək dırnaqarası intihar etməsi halları baş verdi. Bəs pəncərələr necə? Onlar bayra tərəf idimi? Rusiyada çoxlu sayda oliqarx sanki pəncərələrdən düşür. Beləliklə, Rusiyada açıq pəncərənin yanında oturmaq yaxşı fikir deyil. Bugün Rusiyada prezident seçkilərinin açıq qalib olan Vladimir Putin dövrünü formalaşdırmağa başladı. Yeltsin dövründə mülkiyyət bölüşdürülərkən oliqarxlar vacib idi. Amma Putin dövründə onlar rejimə xidmət edir və sərvətlərini rejimin istəyi ilə saxlayırlar. Peşəkar kəşfiyyatçı olan Vladimir Putin qanunun diktaturası adlandırdığı rejimi qurmaq, korrupsiyalaşmış məmurla mübarizə aparmaq və mərkəzi hakimiyyəti gücləndirmək barədə danışır. And içirəm ki, Rusiya Federasiyasının prezidenti səlahiyyətlərini icra edərkən
Putin 2000-ci ildə hakimiyyətə gələndə öz adamlarını da özündən gətirdi və onların çoxu varlandı. Kreml onların varlanmasına razılıq verməyincə heç kim varlanmır. Yəni ya Kreml ilə bir yerdəsən, ya da yoxsan. Onlara deyilə bilər ki, iqtisadi baxımdan rejimin istəyi ilə müəyyən addımlar atsınlar və onların seçim haqqı olmur. Yalnız tabe olmalıdırlar. Prezident Putini dəstəkləyən oliqarxiya demək olar ki, hamısı hakimiyyətə cinayətkarlardan istifadə edərək gəldi. Onlar cinayətkarlardan öz hakimiyyətlərini və təsirlərini saxlamaq, mülklərini qorumaq üçün istifadə ediblər. Rusiya dövləti də cinayətkarlardan öz istəklərini həyata keçirmək üçün istifadə edir. Ölümlə hədələr, oğurlama hədələri, həbs orderləri, Interpolun qırmızı bildirişləri, məhkəmə iddiaları, izləmə, qara PR, istənilən vasitə. Təkcə bunların qarşısını almaq belə tam ştat işidir. Brauder vaxtilə Rusiyada ən böyük xarici investor idi. Bill Brauder Rusiyada bazar iqtisadiyyatını keçid başlayanda ilk investorlarından biri idi. Mən bir vaxtlar Rusiyada ən böyük xarici investor idim. Ölkəyə 4,5 milyard dollar yatırmışdım. Ümid edirdim ki, Rusiya normal bir ölkəyə çevriləcək. İşlər tam xaosdan daha az xaosa doğru gedəcək və bir müddət elə də oldu. Amma kəşf etdiyim o oldu ki, Rusiya heç vaxt hüququn aliliyini, düzgün mülkiyyət hüquqlarını qurmadı. Beləliklə, mən oliqarxlarla əlaqəli böyük cinayətləri, eləcə də Rusiya hökuməti ilə bağlı böyük cinayətləri ifşa etdim. Bunu etməklə bir çox vacib şəxsləri qəzəbləndirdim və 2005-ci ildə ölkədən çıxarıldım. Mən çıxarılandan sonra Moskvadakı ofisimə polis basqın etdi. Onlar bütün sənədlərimizi götürdülər. Sergey Magnitski adlı gənc bir hüquqşünas sənədlərin nə səbəbdən müsadirə olunduğunu anlamaq üçün araşdırmağa başladı. Mən Sergeylə hər gün eyni ofisdə 10 ildən çox işlədim. Nəticədə o, ofisimi gündəlik əsasda idarə etməyə başladı. Ofislərimizə 20-25 nəfər əməkdaş basqın etdi və onlar müştərimiz Bill Brauderin şirkətlərinə aid olan bütün sənədləri götürmək istəyirdilər. Bunun üçün əslində heç bir hüquqi əsasları yox idi. Ona görə də hər şey çox şübhəli idi. Biz nə baş verdiyini anlamağa çalışdıqca Sergey araşdırmanı davam etdirirdi. Nəticədə o öyrəndi ki, basqının əsl məqsədi şirkətlərə nəzarət eləmək üçün sənədləri ələ keçirmək və saxta vergi qaytarılmaları təşkil eləmək idi. Nəticədə də onlar öz dövlətlərindən 230 milyon pul oğurladılar. Əslində, bu həqiqətən də parlaq bir cinayət idi. Onlar Hermitage şirkətlərinə nəzarəti ələ aldılar, amma öz xəzinələrini soydular. Sergey bunu aşkar etdi. Sergey Magnitski qəhrəman olmalı idi, amma əvəzində onu elə həmin məmurlar həbs etdilər. İstintaq təcridxanasına saldılar və ifadəsini geri götürməyə məcbur etmək üçün ona 358 gün ərzində işgəncə verdilər. O bütün bu müddət ərzində ifadəsini geri götürməkdən imtina edirdi. Buna görə də onlar onun həyatını həqiqətən də dəhşətə çevirdilər. Onun səhhəti çökməyə başladı və onu kritik vəziyyətə düşəcək həddə çatdırdılar. Və 2009-cu ilin 16 noyabrında Sergey Magnitski Rusiyadakı həbsxanada öz kamerasında öldürüldü. Onu amansızca döydülər, qandalladılar və ölümə buraxdılar. Mənim anlayışıma görə bu qətldir. Onun 37 yaşı var idi. Həyat yoldaşı və 2 uşağı qaldı. Bu hadisə nəticəsində tək müsbət məqam odur ki, Bill, mən və komandamızın gördüyü iş mənzərəni tamamilə dəyişdirdi və korrupsiyanı insanlara göstərdi. Və beləliklə, mən belə bir təklifi irəli sürdüm ki, Sergey Magnitskini öldürənlərin aktivləri dondurulmalı və onlara qərbə səyahət qadağan edilməlidir. Bu təşəbbüs Magnitski aktı kimi tanındı. İndi dünyada Magnitski aktına qoşulan 35 ölkə var.
Araşdırma hələ bitməyib. Hələ də vəziyyətin nə olduğu, kimin günahkar, kimin haqlı olduğu aydın deyil. Bu sırf siyasi və düşməncəsinə bir addımdır. Bu barədə düşünsək, Rusiya xəzinəsindən 1/4 milyard dollar oxuranıb. Amma Rusiya hökuməti heç vaxt heç bir xarici ölkədən həmin pulu izləməyi xahiş etməyib. Biz həmin pulu izləməyə başlasaq nə taparıq? Pul Putinin bəzi yaxın dostlarının cibinə gedir, elə deyilmi? Deməli, təbii ki, o həmin sistemi qoruyur. Magnitski işi pul yuyulmasının bir çox fərqli kanallarını üzə çıxardı və biz bunu beynəlxalq miqyasda böyük qalmaqala çevirdik. Paralel olaraq başqa qalmaqallar da vardı. Və biz pul yuma maşınları adlandırmaq istədiyim şeyi kəşf etdik. Bunlar Rusiyaya milyardlarla dollar daxil etmək və çıxarmaq üçün qurulmuş strukturlardır. Deməli, Troika pul yuma maşını böyük bir bank sızması idi. O vaxt məncə dünyada ən böyüklərdən biri idi. Litvadan Ukio adlı bankdan çıxan 1,3 milyon faylın çoxu Troika Dialog adlı Rusiya investisiya bankına bağlı idi. Maraqlısı odur ki, Troika Dialog Rusiyada çox böyük və hörmət edilən investisiya bankı idi. Buna baxmayaraq, onlar həmin pul yuma maşınının arxasında duran beyin idilər. Troika pul yuma maşını bizə mənzərəni tam görməyə imkan verdi. Pulu bu maşına kim daxil edirdi və həmin pul o biri tərəfdə nəyə xərclənirdi? Bu məlumat bizə əvvəllər də birgə işlədiyimiz bir neçə redaksiya tərəfindən gətirildi. Onlardan biri Organized Crime and Corruption Reporting Project adlanır, digəri isə Litvadan olan bir qrupdur. Heç vaxt təsəvvür etməzdim ki, işlər bu qədər böyük miqyasda aparılır. Oradakı pulun həcmi, şəbəkənin miqyası və əməliyyatların müxtəlifliyi sadəcə ağlasığmaz idi. Əlimizdə mənim və OCCRP-dən Polun əldə etdiyi böyük bir sızma vardı. Pul yuyulması və Litva məsələsinə gəldikdə, əgər pul yuyulmasının üstünə getmək istəyirdinsə, Romanovun bankı hədəfə alınmalı əsas yer idi. Beləliklə, biz məlumatları araşdırmağa başlayanda axtardığımız şey cinayət pulu idi. Çünki bunun pul yuyulması şəbəkəsi olduğunu düşünürdük. Bəs o hansı cinayətlərin gəlirini yuyurdu? Və o pulu izləsən, nə baş verdiyini görərsən. Ukio Bank bu sxem üçün tamamilə həyati əhəmiyyət daşıyırdı. Biz gördük ki, Troika Dialog tərəfindən bir neçə şirkət yaradılıb və həmin şirkətlər Ukio'da hesablar açırdı. Həmçinin gördük ki, bir növ dövriyyə mövcud idi. Bu şirkətlər bir-biri ilə əlaqəyə girir və çox böyük bir əməliyyat zəncirində nəhəng məbləğdə pulu qarışdırırdı. Qanuni və qanunsuz mənbələrdən pul daxil olur, hamısı bir-birinə qarışır. Sonra o biri tərəfdən çıxır. O biri tərəfdən çıxanda isə içəri girən pulun kimə aid olduğunu bilmirsən. Sistem belə işləyir. Yəni pullar bu şəkildə təmizlənir. Bir-birinin içində olan korporasiyalar var idi. Bir şirkətin içində başqa biri, onun içində də daha bir şirkət. Ona görə də bu fəaliyyətin başında kimin dayandığını tapmaq çox vaxt çətindir. Bəzən isə demək olar ki, mümkün deyil. Əvvəlcə bunun arxasında kimin olduğunu heç bilmirdik. Əsas detal Quantus adlı bir şirkətin bank çıxarışı idi. Bu, Troika Dialogdan olan insanların qurduğu sxemin vacib bir hissəsi idi. Quantus Division pulların yolda bir neçə dayanacaq etməklə A nöqtəsindən Z nöqtəsinə daşınması üçün əsas vasitə idi. Quantusun məlumatlarını araşdıranda həmin şirkətdən çox böyük məbləğdə pul alan bir ad gördüm. Və bu, cənab Ruben Vardanyan idi. Heç vaxt düşünməzdim ki, Litva bankı Rusiyadan olan bu qədər nüfuzlu şəxs üçün bu dərəcədə həlledici rol oynaya bilər. Və sonra bu pulların hara xərcləndiyini görürsən. Mənim ən sevdiyim tapıntılardan biri Troikanın səhmdarlarından biri olan Valentin Zavadnikovun xərclədiyi pul idi.
O, Celestial Hope və Quinta Essentia adlı 2 lüks motor yaxtasını saxlamaq üçün 70 milyon avronu Troyka pul yuma maşınından keçirərək xərcləməyə qərar verdi. İspaniyada daşınmaz əmlak almaq üçün çoxlu pul xərclənirdi. Nəticədə İspaniya baş prokuroru ölkədə təxminən 25 milyon avroluq daşınmaz əmlakı dondurdu. Maraqlı yatırımlar, yaxtalar, İspaniyada dəbdəbəli mülklər, bahalı sənət əsərləri və ya Rolls-Royce ya da Fransada üzüm bağı, yaxud yeni yaxta sifarişi üçün gəmi qayırma şirkətinə ayrılan pullar və təsəvvür edə biləcəyiniz istənilən hər şey. Bu işi xüsusilə maraqlı hesab etdim. O, Panama Papers araşdırmasında əsas fiqur olan və həm o zaman, həm də indi Putinin yaxın çevrəsinin üzvü sayılan Sergey Rolduginlə birbaşa bağlı idi. Onun işində pulu A nöqtəsindən B nöqtəsinə daşımağın çox maraqlı modeli vardı. Beləliklə, 11,6 milyon dolları köçürmək üçün həyata keçirilmiş 16 təzminat ödənişi gördük. Əlbəttə, istənilən normal bankda bu cür ödənişlər keçməzdi, amma Ukio'da keçdi. Biz gördük ki, bəzi insanlar maliyyə institutları ilə bağlı idi, bəziləri isə siyasətlə əlaqəli idi. Məsələn, Kipr prezidenti. Əlbəttə ki, o, Osisi Arpinin Troyka pul yuma maşını ilə bağlı əlaqələrə dair hesabatlarından çox narazı idi. Kipr Rusiyanın vergidən yayınma və pul yumaq üçün offshore zonasıdır. Bu, sanki bir zarafatdır. Elə bir zarafat ki, Kipr Ukraynada və Rusiyada 3-cü və ya 4-cü xarici investor kimi görünürdü. Niyə? Kiprin özü investisiya etdiyi üçün yox. Çünki bu, Rusiyadan və Ukraynadan Kiprə gedən çirkli pullar idi. Orada təmizlənirdi və sonra geri qayıdırdı. Buna baxmayaraq, Kiprə Avropa İttifaqına qoşulmağa icazə verildi. Əlbəttə, biz bir çox hallarda həmin pulları başqa insanların və başqa maliyyə institutlarının əsasən Avropada olanların idarə etdiyini də gördük. Mənim üçün ən sarsıdıcı hal, Rusiyalı müştərilər üçün şuurlu şəkildə işləyən və pul yuyulmasını asanlaşdıran Avstriyalı hüquqşünas Erik Rebasso ilə bağlı tapdığımız ifşalar idi. O özü təslim oldu, polisə getdi və Rusiyadan gələn çirkli pulları idarə etdiyini etiraf etdi. Yəqin ki, özünü qorumağa çalışırdı. Sonra isə o yoxa çıxdı və çox qəddar şəkildə öldürüldü. Biz Troyka pul yuma maşınında Rebassonun şirkətlərinin bir çox izlərini gördük. Bilirsiniz, Avstriyanı gözəl mənzərələri və gözəl insanları ilə təsəvvür edirsən. Amma Rusiyalı oliqarxlar Avstriyanı tamamilə korlayıb. Deməli, biz 4,6 milyard dollardan danışırıq. Bu pullar 2004-cü ildən etibarən 8 il ərzində yuyulub və bütün əməliyyatlar yalnız 2012-ci ildə Ukio bağlananda tam dayanıb. Biz gördük ki, bütün bu şübhəli əməliyyatlar işarələnirdi. Amma təəssüf ki, həmin dövrdə pul yuyulması ilə mübarizəyə cavabdeh olan əsas qurum da Vladimir Romanovla əlaqəli idi. Xidmətə qoşulanda onun qapalı təbiətindən xəbərdar idi və xidmətdəki bəzi şəxslərin incə rüşvətlər vasitəsilə Ukio bankla əlaqəli olduğunu bilirdi. Bu məlumatla və xidməti yenidən təşkil etmək kimi aydın məqsədlə biz əvvəlcə rəhbərlikdə və şöbə rəhbərləri arasında bu xoşagəlməz irsi aradan qaldırdıq.
Onun etdiyi ən ağlasığmaz işlərdən biri bankın çökməsinin qarşısını almaq üçün çarəsizcəsinə siyasi partiya yaratmaq və parlamentə namizəd olmaq idi. Bu fəlakət oldu. O, məşhurları və özünə məxsus basketbol komandasının oyunçularını ətrafına toplayırdı. Seçkilərdən bir qədər sonra isə bank çöktü. Birdən-birə məlum oldu ki, Vladimir Romanov Moskvadadır. Bank hökumət tərəfindən ələ keçirilərkən və cinayət işi üzrə araşdırma aparılarkən ona güya bəzi tibbi prosedurlar üçün Rusiyada yaşamaq icazəsi verildi. Və əlbəttə, o heç vaxt geri qayıtmadı. Litva televiziyası xəbər verir ki, ölkədəki prokurorlar Hart klubunun əsas səhmdarı olan Vladimir Romanov üçün həbs orderi veriblər. Mən vurğulamaq istəyirəm ki, Romanovun Litvadan qaçmasının təsadüf olduğuna inanmıram. Bu, Maliyyə Cinayətləri Araşdırma Xidmətinin rəhbərliyi tərəfindən xüsusi şəkildə təşkil edilmiş bir əməliyyat idi. Bu bütün karyeram boyu gördüyüm ən ağlasılmaz hadisələrdən biri idi. Hələ də elədir. Hələ də başa düşə bilmirəm ki, onu necə buraxdılar. Beləliklə, Vardanyanın bizə dediyinə görə o düşünürdü ki, bank öz müştərilərinin kim olduğunu bilir və israr edirdi ki, Troyka şirkətlərinin hər hansı fırıldaqlarla vəsait əldə etdiyindən tamamilə xəbərsiz olub. Yəni, Vardanyanın heç nə bilmədiyi iddiası heç inandırıcı deyil. Çünki ya bunlar onun xəbəri olmadan edilib, ya da onun xəbəri ola-ola edilib. Amma biz həm də görürük ki, onun öz pulunun bir hissəsi eyni şirkətlər şəbəkəsi ilə köçürülüb. Dediyimiz odur ki, onun xərclədiyi pul Magnitski pulunun daxil olduğu həmin şirkətlərdən çıxırdı. Money that he was spending was coming out of the same companies that Magnitsky money was going into. Sergeyin aşkarladıqları ilə Troyka pul yuma maşını arasındakı əlaqə ondan ibarətdir ki, Sergeyin üzə çıxardığı pullar xəzinədən oğurlanıb, Rusiyadan çıxarılmaq üçün pul yuma maşınından keçirilib və sonda bəzi nüfuzlu Rusiyalı məmurların ciblərinə gedib. Əlaqə budur. Deməli, Magnitski işində biz aşkar etdik ki, Kipr, Latviya, Litva və Estoniya pulun əsas tranzit nöqtələri idi. Sonra isə pullar bu ölkələrdən çıxaraq Fransa, Birləşmiş Krallıq və ABŞ kimi ölkələrə gedirdi. Biz sübut edə bildik ki, pul Rusiya vergi ödəyicilərindən gəlirdi. Bu isə rejimin pulları əslində öz xalqından oğurladığını göstərən sübutdur. Deyilir ki, sizin Rusiyadakı mövcud hökumətlə və bəlkə də prezidentin özü ilə çox güclü, rahat münasibətləriniz var. Bu münasibətləri necə təsvir edərdiniz? Hökumət şübhəsiz ki, Troykanı investisiya cəlb etmək üçün çox dəyərli bir alət kimi görür. Biz çox yaxşı işlər görürük, çox şeyi təşkil edirik və bunlar ümumilikdə Rusiyaya kömək edir. Rusiyanı ölkə xaricində tanıdır. Baxın, bu adamların hamısının şübhəli işlərlə əlaqələri var. Yəni Aleksey Navalny, bütün bu ifşalara görə öldürülən Navalny. Vardanyan barədə də bir ifşa etmişdi. Orada elə görünürdü ki, Vardanyan Tataristan prezidentinə rüşvət verir və o, bunu mükəmməl şəkildə sənədləşdirmişdi. Yəni bunların hamısı, bu adamların heç biri əslində təmiz deyil. Siz Rusiyada tək deyilsiniz? Yox, əgər tək olsaydım, uğurlu olmazdım. Elə deyilmi? Görürsüz, mən burada oturmuşam və siz məndən müsahibə alırsınız. Mən tək deyiləm. Amma məni sevindirən odur ki, nəticədə bizim araşdırmalarımızın bir sıra hallarda real təsiri oldu. Təəssüf ki, Qərbdə qərar verənlər daha sərt addımlar atmağa tərəddüd edirdi. Qəti tədbirlər görməkdə edilən bu tərəddüd isə həmin şəxslərə Ukraynaya qarşı müharibəni maliyyələşdirməyə imkan verdi. O özünü mədəniyyət dünyasından olan insanlarla əhatə etməyi çox sevən insan tipinin klassik nümunəsidir.
həm də müəyyən bir obraz yaratmaq, müəyyən bir incəlik, zəriflik havası formalaşdırmaq, qonaqpərvər görünmək və eyni zamanda cəlbedici olmaq üçün. Bu, eyni zamanda intelligensiya, dünyanın hər yerindən gələn insanlar üçün bir maqnitə çevirmək məqsədi daşıyırdı. Rubenə, Naubara və Vartana sağlıq demək istərdim. Deməliyəm ki, bu axşam gördüyünüz işlər qeyri-adidir. Söhbət düzgün işləri görməkdən gedir. Bir daha Aurora Gratitude Scholarship proqramımız barədə xatırlatmaq istərdim. Proqram IDEA Foundation və Skole Mundi Armenia Foundation tərəfindən dəstəklənir. Ruben Vardanyan və Veronika Zonabendin səxavəti sayəsində. Fəxri spikerimiz səfir Samantha Power'ı dəvət etməkdən çox məmnunam. Buyurun. Əvvəlcə bizi qəbul etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Bu mənim Ermənistana ilk səfərimdir. Burada olmaq mənim üçün çox təsirlidir və bu səfəri, bu əlaqəni mümkün etdiklərinə görə Rubenə, Naubara və Vartana borcluyam. Təşəkkür edirəm və təbrik edirəm. Son 3 ildə bu gözəl Aurora icmasının bir hissəsi olmaq mənim üçün böyük bir imtiyaz oldu. Vardanyan çox adam tanıyırdı. Məsələn, münaqişələrin həlli ilə bağlı bəzi işlərdə iştirak edən şəxsləri. Biz baxmayaraq ki, həm də ölkə üzrə işlərə dərindən cəlb olunmuşuq, məsələn, elə burada, Kaliforniyada da bunu təmin etməyə çalışırıq. Rubendə etimad qurmaq və insanları vacib missiyalar ətrafında bir araya gətirmək kimi müstəsna bir bacarıq var. Elə buna görə də UWC Dilijan College, Aurora Humanitar təşəbbüsləri və Matena kimi bütün böyük təşəbbüslər tərəfdaşlıq layihələridir. Rubeni tanıyaraq deyərdim ki, onun təhsil layihələri və ya təhsilə bu qədər çox sərmayə qoyması onun strateji düşüncəsindən qaynaqlanır. Çünki o, aydın şəkildə anlayır ki, əgər bir ölkənin inkişafından danışırıqsa, onda təhsildən başlamaq lazımdır. İndi isə dostumuz Ruben Vardanyanı səhnəyə dəvət etmək istəyirik. Ruben və Veronikanı bu axşam burada görmək mənim üçün böyük bir sevincdir. Ruben Vardanyan, həyat yoldaşı Veronika dünyanı aldatmağın nə qədər asan olması baxımından çox maraqlı bir figurdur. O, özünü mədəniyyət dünyası ilə əhatə etmək oyununu oynayır. Hamının diqqətini yayındırır və hamını aldadırdı. Məncə biz çox kövrək bir dünyada yaşayırıq. İnsanların bir-birinə etibar etmədiyi, gələcəyə baxışlarının çox səthi olduğu və doğrudan da insanların bir-birini yaxşı başa düşmədiyi bir dünyada yaşayırıq. Rus oliqarxları xeyriyyətçiliyi, xüsusilə incəsənətlə bağlı xeyriyyətçiliyi Qərbin elit cəmiyyətinə giriş əldə etmək üçün istifadə edirdilər. Onların ümidləri Qərbdə üst təbəqənin bir hissəsi olmaq və orada qəbul edilməkdir. Bunun üçün ən yaxşı işləyən vasitə incəsənətdir. Alex Rotter, $400 milyon. Leonardo da Vinci'nin dünyanın xilaskarı əsəri burada, Christie'sdə $400 milyon təkliflə satışa çıxarılır və əsər satıldı. Qərbdəki ən nüfuzlu incəsənət institutları Rus oliqarxlarına bir platforma verir. Onlar burada Putinin ən çox istədiyi şeyi edə bilirlər. Yumşaq gücü artırmaq və bu cəbhədə hibrid mədəni müharibə aparmaq. Deməli, xeyriyyətçilik Qərbdə sığınacaq tapmaq və orada yer qazanmaq üçün bir alətdirsə, bu eyni zamanda Kremlin xoşuna gəlmək üçün də bir alətdir.
O, Birləşmiş Krallıqda özünə yer qurmağa başladı, yenə də xeyriyyəçilik vasitəsilə. Müəyyən kralçaları ilə, Vardanyan ilə Şahzadə Charles arasındakı münasibət görünür ki, Windsor qəsrindəki yanğından sonra başlayır. Kral ailəsi ziyanın aradan qaldırılması, o cümlədən kitabxana üçün pul toplayanda Vardanyan bir şam yeməyinə qatılır və başqa bir neçə nəfər də iştirak edir. Həmin şam yeməyində kifayət qədər vəsait toplanır. 2007-ci ildə Şahzadə Charles Şotlandiyada yerləşən Dumfries House adlı bu gözəl evi xalq üçün qorumağa qərar verir. O, öz xeyriyyə fondları vasitəsilə çox qısa müddətdə, demək olar ki, bir gecənin içində 45 milyon funt toplayır. Bu vəsaitin böyük hissəsi evin alınması üçün nəzərdə tutulur və ev hərraca çıxarılır. Amma sonradan xeyriyyə fondları borca düşür. Pula ehtiyac yaranır və bank hesabları boşalır. Məhz həmin vaxt Vardanyan ortaya çıxır. Biz görürük ki, illər ərzində o, Charles'ın yaratdığı Dumfries House Collections-a ümumilikdə 200 min funt sterling köçürür və biz bu pulu pul yuma maşını vasitəsilə izləyə bilirik. Beləliklə görürük ki, ödənişlər saxta bir şirkət tərəfindən edilir. Saxta şirkətlər şəbəkəsindəki ən böyük pul yuma mexanizmlərindən biri olan Qantus Division adlı şirkət vasitəsilə. Bu şirkət Britaniya Virgin adalarında qeydiyyatdan keçib, amma bank hesabı Ukio bankdadır. Pul Qantusdan Birləşmiş Krallığa axır və sonda Dumfries House-u dəstəkləməyə yönəlir. Mənşəyi bu cür olan pulların sonradan İngiltərə kralı olacaq bir şəxsin həyat tərzini dəstəkləməyə yol tapması inanılmazdır. Deməli, biz düşünürük ki, bu pul yuma maşınına axan pulun əksəriyyəti Troika bankı müştərilərinə məxsus idi. Bankı idarə edənlər Ruben Vardanyan və onun ailə üzvləri, dostları. Onların bir çoxu Moskva və Sankt-Peterburg elitasının üzvləri idi. Bu strukturların direktorları və səhmdarları əsasən kölgə fiqurları idi. Onlardan bir-ikisini izləyib tapmağa nail olduq. Məsələn, onlardan biri investisiya bankiri deyil, sadəcə tikinti ustasıdır. O, valideynləri və həyat yoldaşı ilə Ermənistanda kiçik bir şəhərdə, isitmə sistemi olmayan bir mənzildə yaşayır və tikinti işçisi kimi çalışmaq üçün Rusiyaya gedib gəlir. Sizin imzanız altında sənədlər var və bu sənədlərə əsasən siz 40 milyon dollar kredit almışsınız. Bizə deyə bilərsiniz, bu sənədləri niyə imzalamısınız? Mənim bu sənədlər barədə məlumatım yoxdur. Bu sizin imzanızdır. Baxa bilərsiniz. Mənim imzama oxşur, amma əslində mənim imzamdan daha gözəldir. Mənim imzam cızmaqara kimidir. Bunu isə səliqəli çəkiblər. Və onlar şübhəsiz ki, imzalarından istifadə edilərək təsdiqlənən bu əməliyyatlar barədə heç bir məlumat almırlar. Araşdırmalardan birinə əsasən, Ruben, məsələn, Qarabağdakı sadə insanların adlarından istifadə edirdi və onların adlarını saxta şirkətlərin sahibləri qismində qeyd edirdi. Halbuki həmin insanlar bu saxta şirkətlərin sahibi olduqlarını bilmirdilər. Bəli, bu yalandır. Bu məlumatların reallıqla heç bir əlaqəsi yoxdur. Amma yenə də sosial media və saxta araşdırmalar vasitəsilə onlar müəyyən insanların zehninə bu dezinformasiyanı yeridə bilirlər. ...90-cı illərdə və 2000-lərin əvvəlində Britaniya Rus pulları üçün həqiqətən də qırmızı xalça sərmişdi. Çox böyük məbləğlər Rusiyadan Birləşmiş Krallığa yol tapdı. Pul futbola axdı. Kensingtonda bir-birinin ardınca malikanələr alındı. Roman Abramoviç, Putinin əsas oliqarxlarından biri. Birləşmiş Krallığı maliyyə xidmətlərindən geniş istifadə edənlərdən idi.
Görünür ki, Ruben Vardanyan da elə idi. Son zamanlara qədər. Əslində, Ukraynaya qarşı müharibəyə qədər. İşğal başlayandan sonra Qərbdə oliqarxların necə qəbul edildiyinə, yaxud qəbul edilməsinə necə icazə verildiyinə dair yanaşmada əvvəlki dövrdən xeyli fərqlənən bir dəyişiklik baş verdi. Onlarla birlikdə görünmək istəməzdin. Onlara şam yeməyinə dəvət göndərməzdin. Bu isə eyni zamanda onların əvvəllər bəzi hallarda çox effektiv olan xeyriyyəçilik narrativini də dağıtdı. Roman Abramoviç artıq Birləşmiş Krallığın sanksiya siyahısına salınıb. Pulla təsir gücü almaq olar. Bu sadəcə belədir. Xüsusən də Britaniya siyasəti bu cürdür. Hətta kimsə Londonu dünyanın ən böyük pul yuma mərkəzi kimi təsvir edir. Bu isə korrupsiyaya gətirib çıxarır. Daşınmaz əmlak qiymətlərinin artmasına səbəb olur. Və əlbəttə ki, Rusiya məhz bunu istəyir. O, korrupsiyanın silahlandırılmasını istəyir. Kinayəni ixrac etmək istəyir. Korrupsiyanı ixrac etmək istəyir və Qərb demokratiyalarının tənəzzülə uğramasını arzulayır. Bu müharibə məhz bununla bağlıdır. Bu, demokratiya ilə kleptokratiya arasındakı mübarizədir. Oliqarxlar kleptokratlardır. Kleptokratiyanın simasıdırlar. Biz onların pullarını izləməli və bunu olduğu kimi adlandırmalıyıq. Amma təəssüf ki, Avropa iqtisadiyyatı mənfəət marjalarına insani vicdandan daha çox fokuslandı. Hər bir həlak olmuş Ukraynalı Rusiyaya pullarını yumaqda kömək edən insanların vicdanında olmalıdır. Bu insanlar bunu güya zərərsiz bir cinayət hesab edirlər. Amma bu pullar müharibə üçün istifadə olunur. Müharibə isə mülki şəxsləri öldürmək üçün aparılır və bu insanların əlləri qana batıb. Mən xüsusi hərbi əməliyyatın aparılması barədə qərar verdim. Hiss edirdim ki, hər dəqiqə nəsə uçur. Şahidlər inirdi. Sonra bam, bam, sonra başa düşdük ki, binamız vurulub. Bir çox ölkə bizi dəstəkləyir, amma bu Ukraynaya kömək etmək üçün kifayət deyil. Həyatım alt-üst oldu. Mənim üçün artıq həyat yoxdur. Müharibə dövründə biz stres və faciə içində yaşayırıq. İnsanları itiririk, işləri itiririk, ölkəmizi itiririk. Uğrunda mübarizə apardığımız azadlıq hüququdur, seçim hüququdur və öz həyatımızı yaşamaq hüququdur. Ruben Vardanyan Ukraynada sanksiyalar altındadır. Onunla bağlı bir sıra araşdırma aparılıb və ictimailəşdirilib. Siz Ruben Vardanyanın bir çox müsahibələrini də yoxlaya bilərsiniz. O, Rusiyanı dəstəkləyir və onun mövqeyi Ukraynaya qarşı olub. Biz başa düşürük ki, Vardanyan Rusiya müharibəsinin ən böyük xeyriyyəçilərindən biridir. O, rəsmi şəkildə Kremli və Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyib. Beləliklə, Ukrayna 2022-ci ildə Vardanyana qarşı sanksiyalar tətbiq etdi. Vardanyan Rusiyanın Volga-Dnepr şirkətinin idarə heyətinin üzvü olub. Biz bu şirkəti Putinin qanadları adlandırırıq.
Volga-Dnepr Rusiyanın yük hava daşımaları sayəsində fəaliyyət göstərən bir holdingdir. Volga-Dnepr 2022-ci ildən sonra Rusiyanın geniş miqyaslı müharibəsi başlayandan sonra Qərb mikroelektronikasına və təyyarələr üçün ehtiyat hissələrinə çıxış əldə etməyə kömək edib. Bu şirkətə məxsus təyyarələr Rusiya Federasiyasını ehtiyat hissələri, mərmilər, artilleriya mərmiləri və partlayıcı maddələr üçün bəzi materiallarla təmin edir. Bu şirkətin təyyarələri Wagner qrupunun qeyri-qanuni fəaliyyətlərində də iştirak edir. Məsələn, onlar İrandan Şahid dronlarının təchizatında iştirak edir. Həmçinin bəzi silahların və hərbi şəxsi heyətin Suriyadan və başqa yerlərdən daşınmasında istifadə olunub. Biz State Watch-da Volga-Dnepr barəsində araşdırma hazırladıq və ortaya çıxardıq ki, Volga-Dnepr 2014-cü ildən bəri Rusiya hərbi planlarına müəyyən logistika xidmətləri göstərib. Əlbəttə, bu Ukrayna üçün bir arqument ola bilər ki, bu şəxs milli təhlükəsizliyə təhdiddir. Çünki onun Rusiya hərbi rejimi ilə əlaqələri var. Bu fəaliyyətlərə görə Volga-Dnepr, məsələn, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən sanksiyalara məruz qalıb. Kanada isə Volga-Dneprə məxsus və 2022-ci ildə Kanadada enmiş təyyarələrdən birini müsadirə etməyə çalışır. İstifadə oluna biləcək başqa bir arqument də Vardanyanın Rusiyanın KAMAZ holdingi ilə əlaqəsidir. KAMAZ hərbi nəqliyyat vasitələri istehsal edən böyük bir şirkətdir. Vardanyan faktiki olaraq 2024-cü ilə qədər bu şirkətdə pay sahibi olub. KAMAZ-ın Rusiya hərbi istehsalçılarından bir çoxu ilə müqavilələri var. KAMAZ həmçinin məhsullarını birbaşa Rusiya Müdafiə Nazirliyinə təchiz edir. KAMAZ dünyada tanınıb və bütün dünyada təbliğ olunur və ölkəmizin imkanı olub ki, istehsal etdiyiniz bu gözəl maşınlarla lazım olan məhsulları, lazım olan malları, yükləri daşısın. KAMAZ Rusiya ordusu üçün hərbi nəqliyyat vasitələri istehsal edir. Artilleriya üçün bəzi platformalar buraxır və Rusiya ordusunun istifadə etdiyi digər nəqliyyat vasitələrinin də bir hissəsini istehsal edir. Və Ruben Vardanyan Kreml ilə, eləcə də Putinlə yaxın münasibətləri olmadan bu cür əlaqələrə sahib ola bilməzdi. Cənab Putin, sizə Rusiya vətəndaşı kimi müraciət etmək istəyirəm. Mən hər daim Rusiya üçün sadiq bir vətəndaş olmağa çalışmışam və Rusiyanın çiçəklənməsi üçün əlimdən gələni etmişəm. Bilirəm ki, bir lider olaraq sizin əlinizdən bir çox şey gəlir. Bir çox Rusiyalı oliqarx və Rusiyalı biznesmen hələ də Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının və ya Birləşmiş Krallığın diqqət mərkəzində deyil. Müharibə oliqarxlar və dünyanın hər yerindəki insanlar barədə araşdırma aparmaq üçün imkan yaratdı. Biz Rusiyaya kömək edən şəxslərə qarşı sanksiya tətbiq etməliyik. Ruben Vardanyan Rusiyaya insanları öldürməyə imkan verən şəxslərdən biridir. O, sadəcə kimləri isə Ukraynalıları öldürməkdə, Ukraynalı uşaqları uğramaqda, Ukraynanın infrastrukturunu dağıtmaqda və Ukrayna ərazisini təhlükəsiz olmayan yerə çevirməkdə kömək edir. Beləliklə, Rusiyanın bu cəhdlərini Vardanyan kimi asanlaşdıran hər kəs şübhəsiz ki, baş verən müharibə cinayətlərində şərik sayılır. O, Avropa üçün, NATO ölkələri və Ukrayna üçün cinayətkar sayılır. Məhz buna görə də onu həbs etməliyik. O, insanlar arasında Rusiya təbliğatı yayır və bunu rəsmi şəkildə edir. Qarabağda etdiklərini xatırlamaq kifayətdir.
Ruben Vardanyan Qarabağa gələrək Rusiya vətəndaşlığından imtina etdiyini bildirdi. Mən əlimdə Ermənistan vətəndaş pasportu ilə qarşınızda dayanmışam. Imagine the circumstances. Şəraiti təsəvvür edin. Tamamilə qeyri-mümkün olardı ki, hər hansı bir şəxs Azərbaycan ərazisinə, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan əraziyə Kreml tərəfindən müsbət işarə və ya hər hansı formada razılıq olmadan daxil ola bilsin. Mən bu torpağın sahibiyəm. Mən Ermənistanın sahibiyəm. Mən erməni dünyasının sahibiyəm. Ruben Vardanyan pasportundan imtina etməyib. Bu tamamilə yalan bir iddiadır. Pasportunu yandıra bilərsən, amma vətəndaşlığını itirməzsən. Sadəcə kameranın qarşısına çıxıb mən artıq Rusiyalı deyiləm deməklə bu iş alınmır. O Rusiya vətəndaşlığından imtina etdi. Çünki bu onun şəxsi qərarı idi. Çünki bilirsiniz, bir ölkənin vətəndaşlığına sahib olaraq başqa bir ölkəyə xidmət etmək mümkün deyil. Ruben Vardanyana yaxın olanlar üçün bu istək və motivasiyanın hardan gəldiyi aydındır. Artsakha köçmək kimi cəsarətli bir qərarı verəndə bunun Kreml ilə heç bir əlaqəsi yox idi. Ruben Vardanyanın Rusiya hərbi sənaye kompleksi ilə olan bütün əlaqələri, nəticə etibarilə onun Avropa İttifaqı, ABŞ, Birləşmiş Krallıq və digər ölkələr tərəfindən sanksiyalara məruz qalması ilə nəticələnə bilərdi. Rusiya vətəndaşlığından imtina etməsi isə bu sanksiyalardan yayınmaq üçün çox yaxşı bir qərar idi. O, 2024-cü ilə qədər Rusiyanın Kamaz şirkətində pay sahibi olaraq qalırdı. Bu iki fakt bir-biri ilə uyğun gəlmir. Rusiya oliqarxları fərdi aktorlar deyillər. Onlar bilirlər ki, Rusiya dövləti tərəfindən nəzarət altındadırlar. Rusiya kəşfiyyat zabitləri onlara nəzarət edir. Onlar bilirlər ki, əgər kəşfiyyat zabitinin və ya Kremlin dediyini etməsələr, ya pullarını itirəcəklər, ya öldürüləcəklər, ya da həbsxanaya düşəcəklər. O, 2022-ci ilin avqustun sonu, sentyabrın əvvəllərində Qarabağa gəldi. Onun həmin tarixi mərhələdə əsl missiyasının nə ola biləcəyini anlamaq üçün o dövrdə regionda nələrin baş verdiyinə baxmaq lazımdır. Həmin vaxt Azərbaycan-Ermənistan sülh prosesi gedirdi. Bu isə Cənubi Qafqazda hamı üçün faydalı olacaq sülh razılaşması idi. Hamı üçün, iqtisadi inkişaf üçün, geosiyasət üçün. Ermənistan və Azərbaycan liderləri bir daha tam şəkildə bir-birlərinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlərini təsdiqlədilər. Azərbaycan və Ermənistan Praqada qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüklərini tanıdılar və sonra oktyabrın sonlarında Vladimir Putin Valdar diskussiya klubunda çıxış edərkən erməni analitik jurnalistin sualına cavab olaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağda daxil olmaqla tanımasını faktiki olaraq çox pis fikir adlandırdı. Bir mərhələdə Azərbaycanla razılaşma bağlaya bilərdik və 5 rayonu təhvil verə bilərdik. Ermənistan rəhbərliyi isə öz yolunu seçdi ki, bu da bildiyimiz kimi bugünkü vəziyyətə gətirib çıxardı. Anladığım qədərilə, Vaşinqton layihəsi Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur. Əgər Ermənistan bunu seçirsə, qoy belə olsun. Vladimir Putinin açıq bəyanatı eyni mənzərənin bir hissəsi kimi dəyərləndirilməlidir. Buna görə də sualınıza qısa və konkret cavabım budur ki, mövcud dəlillərə əsasən, bəli, deyə bilərik ki, Rusiya tərəfindən göndərilmişdi. Birincisi, Azərbaycan və Ermənistan arasında sülh prosesini və Bakı ilə Qarabağ erməniləri arasındakı daxili dialoqu pozmaq üçün. İkincisi isə, əlbəttə ki, Ruben Vardanyana indiki baş nazir Nikol Paşinyana potensial rəqib kimi istifadə etmək istəyirdilər. Bu mənada o olduqca təhlükəli idi. Ruben Vardanyan
Rusiyanın dəstəklədiyi və Ermənistanın Rusiya yönlü liderinə çevrilməsi nəzərdə tutulan erməni oliqarxlar zəncirində sadəcə biri idi. Salam, əziz Artsaq sakinləri. O, Ermənistana qəhrəman kimi qayıtmalı idi. Xilaskar kimi. Qarabağın yox, Ermənistanın. Putinin Troya atı kimi. Yəni o Paşinyanı suçluyurdu, Paşinyanı uğursuz, amma özünün uğurlu olmasını göstərirdi. Çünki Putin üçün Paşinyan Saakashvili kimidir. Bilirsiniz, qərb yönlüdür. İnqilab nəticəsində hakimiyyətə gəlib. Bilirsiniz, demokratik inqilabla. Paşinyan sözün əsl mənasında Rusiyanın etibar edə biləcəyi biri deyil. Vardanyan isə daha uyğun bir şəxs olardı. O Ermənistanı tam olaraq Rusiya maraqlarına tabe edərdi. Və o, Qarabağı start meydançası kimi istifadə edib, İrəvanda, Ermənistanda hakimiyyəti ələ keçirmək istəyirdi. Amma Rusiya vətəndaşı olaraq Qarabağa gəlib həmin vəzifəyə seçilmək və ya təyin olunmaq Azərbaycan üçün qəbul edilməz bir variant olardı. Çünki bu halda şübhə yaranırdı ki, Rusiya mövqeyini möhkəmləndirməyə və təsirini davam etdirməyə çalışacaq. Və Azərbaycan buna qarşı çıxardı. Mən də açıq şəkildə bunun əleyhinə idim. Bunu praktik baxımdan da izah etmişdim ki, heç bir anlaşılmazlıq olmasın. Təəssüf ki, onlar bu yanaşmanı eyni şəkildə davam etdirdilər. Yol boyu problemlər yaradaraq, müxtəlif vaxtlarda böhranlar və digər məsələlər ortaya çıxararaq. Mən inanıram ki, Ruben Vardanyan Rusiyanın layihəsi, onun Qarabağda peyda olması, onun orada hərəkətləri, verdiyi bəyanatlara, danışıqlar prosesində olan hadisələrlə üst-üstə gəlməsi və Rusiyanın maraqlarına cavab verən hərəkətlərin həyata keçirilməsi ona deməyə əsas verir ki, Ruben Vardanyan məhz Rusiyanın layihəsi idi. Azərbaycanın Qarabağ ermənilərlə bağlı ideyası ondan ibarət idi ki, biz onları reinteqrasiya edək. Əvvəl ərazini və əhalini. Ruben Vardanyan isə sona qədər mübarizə ideyası ilə ora gəldi. Və hamını əmin edirdi ki, onun arxasında Rusiya var, onun arxasında Putin var, onun arxasında erməni diasporası var. O hər gün dünya mediasına müsahibələr verirdi və hər yerdə bildirirdi ki, Qarabağ erməniləri heç vaxt Azərbaycanın tərkibində olmayacaqdır. Ermənilərə ümid verildi. Ruben Vardanyan Qarabağda. Art Talk proqramına xoş gəldiniz. Baxın, bu adam Qarabağa gəldi və dərhal təbliğata başladı. Ən yüksək səviyyədə BBC, France Press və digərləri. Frans 24-də bizimlə olduğunuz üçün təşəkkür edirəm. Dəstək olan fransız xalqına və Fransa hökumətinə böyük təşəkkürümü bildirirəm. Dəstəyiniz barədə çox isti hisslər keçirirəm. Qarabağ erməniləri daxilində Azərbaycanla müəyyən münasibətdə olan şəxslər var idi. O, onların qarşısını da aldı. Beləliklə, orada parçalanma yaratdı. Sizcə, Ermənistanın taleyi və gələcəyi Rusiya ilə, Putinin Rusiyası ilə bağlıdır? Mən Ermənistan haqqında danışmaq istəmirəm. Biz ayrı ölkəyik. Mən Artsaqdan danışıram. Artsaq Azərbaycan tərkibində olmaq istəmir. Vəssalam. O bunu çox açıq şəkildə dedi ki, Qarabağ erməniləri üçün Azərbaycan yurisdiksiyası altında gələcək yoxdur. Qarabağ erməniləri ilə ölkənin qalan hissəsi arasında birgə yaşamaq ideyası tamamilə mümkünsüzdür. Və buna görə də onun özünü müdafiə qüvvələri adlandırdığı Erməni silahlı birləşmələri və Rusiya sülhməramlı qüvvələri Qarabağda sonsuza dək qalmalı idi. O vaxt faktiki olaraq dediyi bundan ibarət idi. Yəni onun bütün məqsədi, bütün fəaliyyəti ondan ibarət idi ki, Rusiya sülhməramlıları, yəni Rusiya ordusu Qarabağda uzun müddətli qalsın və Rusiyanın maraqları bu bölgədə təmin edilsin.
O Qarabağda olduğu müddətdə açıq şəkildə separatçı fəaliyyətin davam etdirilməsinin zəruriliyindən danışırdı. O yerli silahlı dəstələri yenidən təşkil etdi, onlara dəstək verdi və onları yeni silahlarla təchiz etdi. Biz bilirik ki, orada yaradılmış bəzi fondlar müəyyən maliyyə resurslarının Qarabağda erməni hərbi mövcudluğunun möhkəmləndirilməsinə yönəldilməsində iştirak edirdi. Və bu, onun açıq şəkildə ifadə etdiyi siyasi hədəf idi. Biz və bizim Dağlar Agentliyi 2022-ci ildə Ruben Vardanyan və onun həmkarları tərəfindən yaradılmış sosial yönümlü bir qeyri-hökumət təşkilatıdır. Hər şeydən əvvəl o insanlara ümid verdi və onlara inam aşıladı. Ruben Vardanyan onlara sona qədər mübarizə ideyasını aşılayırdı. Kim buna qarşı çıxırdısa, onu qarşı kampanyalar həyata keçirirdi. Biz xeyriyyə, sosial, təhsil və digər proqramları həyata keçirdik. Və vurğulamaq istəyirəm ki, Azərbaycanın bütün iddiaları sadə bəyanatlardan başqa heç bir sübuta əsaslanmır. Biz və bizim dağlar çox kömək elədi. Ərzaqla, səyyar səhiyyə məntəqələri ilə, Artsaq Respublikasının kəndlərinə çatmaq üçün elektrik nəqliyyat vasitələrinin alınması ilə. Yəni, biz və bizim dağlar təşkilatı bununla məşğul idi. Əgər Ruben Vardanyan bu illər ərzində bizi xilas etməyə gəlmişdisə, ölkəyə milyonlarla dollar gətirməli idi. Amma əksinə, bir neçə min dollar belə xərcləmədi. Artsaqda investisiya edib etməməsinə gəlincə, mən sizə deyirəm ki, etmədi. Və 9-10 ay ərzində blokada zamanı Artsaqda 4 xeyriyyə fondu yaratdı. Onlar əhalidən iyanələr topladılar. İnsanlar töhfə verməyə çağırıldı və həmin fondların vəsaitləri hakimiyyətin cibinə yönəldildi. Blokadadan sonra pul kilsələrin bərpasına sərf olundu. Bir dəfə Ruben dedi, gəlin Hakobavank monastırını bərpa edək. O, belə bir layihə təklif edəndə, bizim təəccübümüzü, sifət ifadələrimizi təsəvvür edin. Bərpa. Mən o günümə եկեղեցի վերանորոգման. Ես ուղղակի արձանագրեցի փաստը. Beləliklə, heç nə xərclənmədi. Mən sadəcə faktları qeydə aldım və bunu açıq şəkildə bəyan etdim. Ruben Vardanyan lider hesab edilə bilməz. O nə forma, nə də məzmun baxımından lider olmağa qadir deyil. O biznesmendir, siyasətçi deyil. Dövlətçilik və idarə etmə anlayışı yoxdur. Artsaqdakı hakimiyyət orqanları bəzi xarici qüvvələrlə birlikdə işləyərək bu problemləri yaratdı. Onun Qarabağda mövcudluğu iqtisadi özünü təmin etmə yaratmaq yolu ilə separatçılığın davam etdirilməsinə xidmət edirdi. Vardanyan gəlməmiş, Ağdərədə yerləşən böyük
qızıl mədən sənayesi kompleksi işləmirdi. Amma Vardanyan gələndən sonra o işə başladı və yenidən qanunsuz iqtisadi fəaliyyət oldu. O vaxt o nə etdi? Əslində, o Qarabağdan təbii sərvətlərin çıxarılması prosesini başlatdı. Daha dəqiq desək, Qarabağın dağlıq hissəsində mis və molibden ehtiyatlarının çıxarılmasını və bu çıxarılan resurslar daha sonra Laçın yolu ilə Ermənistana daşınırdı. Təbii ki, müəyyən qazanc əldə etmək üçün. Minaların daşınması, silahın daşınması və qeyri-qanuni iqtisadi fəaliyyətin təmin edilməsində biz onları suçluyurduq. Biz müşahidə etmişik ki, Dəmirli və Qızılbulaqda Azərbaycanın faydalı qazıntı yataqlarında qanunsuz istismar intensivləşib. Xüsusilə biz Ermənistan Respublikası ilə yataqların yerləşdiyi ərazilər arasında yük maşınlarının gediş-gəlişinin artdığını görmüşük. Vardanyan gələndə ermənilər sərbəst olaraq Ermənistana gedib gəlirdilər. Amma Vardanyan gələndən sonra Laçın koridorunda bir ekoloji aksiya keçirildi və nəticədə Azərbaycan nəzarət buraxılış məntəqəsini oraya yerləşdirdi. Vardanyanın Qarabağda olması onu Azərbaycan və Ermənistan üçün ortaq düşmənə çevirdi. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, Vardanyan Qarabağda olduğu halda Bakı ilə Qarabağ erməniləri arasında daxili dialoq tamamilə mümkünsüzdür. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bugün dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs Vardanyan bizim ərazimizi tərk etsin. Baş nazir Paşinyan onu eşitdi və müəyyən təsir göstərdi və sonra Vardanyan özünün qanunsuz dırnaqarası postundan istefa verdi. Əlbəttə, o təkcə Kremlin agenti deyildi. Hərçənd bura Kreml tərəfindən göndərilmişdi və o, Qarabağın xilaskarı da deyildi. Orada cəmi bir ilə yaxın qaldı. Üstəlik o, Qarabağdan deyildi. Sən heç yerə getmirsən. Mesaj budur. Mən xalqımla burada qalacağam. Nə ilə üzləşsək, birlikdə üzləşəcəyik. O, bu illüziyanı aşılamaq istəyirdi və həmin illüziya əks effekt verdi. Dekabrda etiraz aksiyası olanda əks təsir göstərdi. Azərbaycan Laçın yolunun girişində sərhəd buraxılış məntəqəsi quranda əks təsir göstərdi. Sentyabrda isə daha kəskin əks təsir göstərdi və o özü Azərbaycanın suveren hüdudlarını tərk etməyə çalışarkən saxlanıldı. 27 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının ərazisini gizli şəkildə tərk etməyə cəhd edərkən Terrorizmlə bağlı törədildiyi ehtimal olunan cinayətlər şübhəsi ilə Azərbaycandan Ermənistana Laçın sərhəd buraxılış məntəqəsindən keçməyə çalışarkən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən Laçın rayonunda saxlanılıb. Saxlanıldıqdan sonra Dövlət Sərhəd Xidmət əməkdaşları tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinə təhvil verilib. Məhkəmə prosesi hazırda davam edir. Ruben Vardanyana qarşı irəli sürülən ittihamlara, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz sahibkarlıq, mütəşəkkil cinayətkar qrupda iştirak, mütəşəkkil qanunsuz qruplara dəstək, silahlı qruplar və qanunsuz sərhəd keçidi daxildir. Ruben Vardanyana məxsus mobil telefona və planşetə baxış keçirilmiş və müvafiq sənədləşdirmə aparılmışdır.
Həmin baxış zamanı müəyyən edilmişdir ki, o 11 noyabr 2022-ci ildə WhatsApp mobil tətbiqi vasitəsilə Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü Arustamyan Ernest Sanatrukoviç ilə yazışmalar aparmış. Və bu zaman Çexiya Respublikasının Liaz şirkəti ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma Artsaq adlı qurumda qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının alınmasına dair danışıq aparmışdır. Ruben Vardanyan həmin PUA-ların alınması və onları istehsal edəcək zavodun inşa edilməsi üçün texniki sənədlərin əldə edilməsi ilə bağlı Ernest Arustamyanla apardığı yazışmanın mətnini WhatsApp mobil tətbiqi vasitəsilə həm təsisçisi olduğu Aurora Humanitarian Initiative qrupun baş icraçı direktoru Arman Cilavyana göndərib. Cinayət işi üzrə toplanmış sübutlar göstərir ki, Ruben Vardanyan Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan yerli özünü müdafiə dəstələrinin rəhbər və üzvlərindən ibarət adlı siyahılar tərtib edib. Həmin dəstələr onun tərəfindən yaradılıb. Fəaliyyətləri isə əsasən peşəkar hərbi qulluqçulardan ibarət olan digər silahlı dəstə və qruplarla birlikdə onun birbaşa rəhbərliyi altında təşkil olunub. Bu siyahılar əsasında qeyd olunan qanunsuz silahlı birləşmələrin hər bir üzvünə qeyri-qanuni fəaliyyətlərinin miqyasından asılı olaraq aylıq 700-2000 Amerika Birləşmiş Ştatları dolları məbləğində əmək haqqı ödənilib. İlkin istintaq zamanı həmçinin müəyyən edilib ki, 18 may 2023-cü il tarixində Ruben Vardanyan Rusiya sülhməramlıq qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə müxtəlif yaş qruplarından olan şəxslər üçün hərbi hazırlığın keçirilməsinə dair yazılı plan tərtib edib. Təlimlər onun tərəfindən təsis edilən və birbaşa rəhbərlik etdiyi Artsaq Təhlükəsizlik və İnkişaf Cəbhəsi adlı qrup tərəfindən təşkil olunub. Mən Xankəndi şəhərində yaşayıram. Xankəndi. Bir neçə ay əvvəl Badara kəndində olmuşdum. Məni apardılar və göstərdilər ki, çayın kənarında Ruben Vardanyana aid bir düşərgə var. Mən bilmirdim ki, Ruben Vardanyan burada düşərgə, yeməkxana qura bilər. Gənc qızları və oğlanları toplayıb ora apara bilər. Başa düşmürəm, Ruben Vardanyan, sən güya xalqa yaxşılıq eləməyə, onlara çörək verməyə gəlmisən? Qoy yesinlər, sənə düşərgə üçün nə lazımdır? Həmin plan əsasında Ruben Vardanyan özü tərəfindən təsis edilmiş Biz və Bizim Dağlarımız təşkilatı vasitəsilə 2023-cü ilin may-avqust ayları ərzində vəsaitlər toplayıb. O bura pul toplamaq üçün, İrəvanda yaxşı mövqe tutmaq üçün və hakimiyyəti tam ələ keçirmək üçün gəlib. Sonra istədiyini eləyə bilərdi. Eyni ilə deputat kimi fəaliyyət göstərən zaman olduğu kimi. O vədlər verirdi. Yollar təmir olunacaq, evlər tikiləcək və mən hər şeyi eləyəcəm. Vəzifəyə gələndən sonra isə hər şey bitdi və o tam əksinə elədi. Vəsaitlər müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə Ruben Vardanyan fondundan, Dilijan İcma Mərkəzindən, Aznavur fondundan, İdeya Xeyriyyə fondundan, eləcə də digər fondlardan, təşkilatlardan və fiziki şəxslərdən toplanıb. Təkcə 2023-cü ilin may ayında toplanan vəsaitin məbləği 212 min ABŞ dolları təşkil edib.
İstintaqın məlumatına görə bu vəsaitlər daha sonra Biz və Bizim Dağlarımız təşkilatı vasitəsilə və Artsaq Təhlükəsizlik və İnkişaf Cəbhəsinin rəhbərliyi altında güya təlim kurslarının təşkili üçün istifadə olunub. Bildirilir ki, bu fəaliyyətlər onlayn platformalarda məlumatların David Bek adlı hərbi idman tədbirləri, strikbol idman yarışları və ekstremal şəraitdə sağ qalma üzrə təlimlər kimi təqdim edilməsi yolu ilə pərdələnib. Artsaq Təhlükəsizlik və İnkişaf Cəbhəsi nədir? Հասարակական շարժում էր։ Bu ictimai bir hərəkat idi. Ուղղված էր փորձել ստեղծել Məqsədi Artsaq əhalisinin təhlükəsizliyini təmin etmək üçün imkanlar yaratmağa çalışmaq idi. Artsaqçիների անվտանգ եւ Amma o eyni zamanda müdafiə və təhlükəsizlik üzrə təlim də verirdi, elə deyilmi? Ոչ, որևէ անվտանգության, այսինքն որևէ զինվորական ուղղվածություն. Amma mahiyyət etibarı ilə bu vətəndaş birliyi idi və müxtəlif praktiki fəaliyyətlər həyata keçirirdi. Ավելի şուտ Bu sizin sosial medyadan götürülüb. Bu David Beck oyunlarına bənzər bir şeydir. Bu tam olaraq nədir? Եվ David Beckyan xavերը David Beck oyunları tanınmış bir təşəbbüsdür. Onlar təkcə Artsaqda deyil, ondan kənarda da keçirilirdi. Vətənpərvər fəaliyyətlər vasitəsilə iştirakçılarda vətənpərvərliyi formalaşdırmağı hədəfləyirdi. Bu fotolar David Beck oyunlarından birində işləyən fotoqrafın Instagram səhifəsindən götürülüb və burada uşaqlar da görünür. Bu təqdim olunan sübutlardan bir nümunədir. Yes, there are children involved. This is the kind of evidence that is being shown. Bu kontekstdə iştirakçılar uşaqlar idi. Bu fəaliyyətlər nəzarət altında keçirilirdi. Mən demirəm ki, Artsaqda silah yox idi. Amma dəqiqləşdirmək istəyirəm ki, David Beck oyunları zamanı həqiqi silahlar istifadə olunmuyub. Hər halda siz dediniz ki, David Beck oyunlarında həqiqi silah olmayıb. Mən istəyirəm siz bu videoya baxasınız. Bu video internetdə də var. That is in internet also. Bunu mənə göstərməyiniz çox yaxşıdır. Belə bir şey baş vermir. Hər kəs təsdiq edə bilər ki, bu heç bir halda real hərbi təlim olmayıb. Yəni bunlar real silahlar deyil. Xeyr, açıq-aydın görünür ki, bunlar real deyil. Bu vətənpərvərlik xarakterli taktik oyundur. Biz bunu belə adlandırırıq və biz buna məhz bu cür yanaşırıq. Bu fəaliyyət həm bizim, həm də Ruben üçün çox vacib hesab olunur. Çünki biz düşünürdük, indi də düşünürük ki, uşaqlar vətənpərvərlik ruhunda böyüdülməlidir və öz vətənini müdafiə eləyə bilmək ideyası ilə tərbiyə olunmalıdır. Bu gənclər düşərgəsi ola bilər, elə deyilmi? Bəli, əlbəttə. Yəni biz tanınmamış, amma buna baxmayaraq mövcud olan bir dövlətdən danışırıq. Ona görə də
Orada hər şey baş verə bilər. İstənilən fəaliyyət, oyunlar, hazırlıqlar. Amma əsas məsələ odur ki, Ruben Vardanyanla əlaqə və ona qarşı ittihamlar tamamilə məntiqsiz və əsassızdır. Amma bundan istifadə olunur. Bəli, bilirəm. Əslində burada Rubeni görürük. Bəli. Bu gənclər düşərgəsinə bənzəyir. Bəli, əlbəttə. Hətta şəkli də sanki tanıyıram. Bu əslində gənclər düşərgəsidir. Gənclər düşərgələrində özünü müdafiə ilə bağlı müəyyən hazırlıqlar da ola bilər. Və insanların özünü müdafiəyə hazırlaşmasını göstərən şəkillər də ola bilər. Bu mütləq Azərbaycan və ya başqa ölkələrlə bağlı deyil. Belə oyunların müharibəyə hazırlıq kimi şərh edilməsi əlbəttə ki, gülüncdür. Əgər bu şəkildə əllərində real silahdırsa və bu doğrudan da real şəkildirsə, əlbəttə bu qəbul edilə bilməz və bunun Ruben Vardanyanla heç bir əlaqəsi yoxdur. Ruben Vardanyan, əgər sən həqiqətən qayğı göstərirdinsə, silah almaqdansa, bal, kişmiş, şokolad alıb gətirərdin. İnsanlara paylayardın. Deyildiyi kimi sən bir tərəfli düşünürdün. Gündüz deyirdin ki, hər şey yaxşı olacaq, hər şey qaydasındadır. Amma gecələr başqa yerdə düşərgə açır, gəncləri ora aparıb onlara minaların necə bastırılacağını, avtomat silahların necə sökülüb yığıldığını öyrədirdin. Mən başa düşmürəm. Bunlar kimə lazımdır? Bu düzgün deyil. Ruben Vardanyana qarşı irəli sürülən ittihamların heç biri siyasi xarakter daşımır. Ona qarşı kifayət qədər sübutlara əsaslanan konkret cinayət ittihamları irəli sürülüb və işi baxılması üçün məhkəməyə göndərilib. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan bütün hüquqlardan, həmçinin beynəlxalq hüquqi alətlərdən istifadə edir. Ruben Vardanyan tərcüməçi və vəkillə təmin olunub və hər bir digər təqsirləndirilən şəxs kimi bütün hüquqlardan istifadə edir. Bu vəziyyət bizə məlumdur və o hazırda Azərbaycandadır. Əgər heç nə baş verməsə, məncə Ukraynanın onu terrorçuluğun maliyyələşdirilməsi və Ukraynaya qarşı təcavüzə görə beynəlxalq məhkəmədə məsuliyyətə cəlb etmək hüququ var. Hazırda Ruben Vardanyanla bağlı baş verənləri ən yaxşı təsvir edən söz ədalətsizlikdir. Mənim üçünsə indiki hadisələr, bu qanunsuz həbs qlobal biabırçılıqdır. Niyə bu qlobal biabırçılıqdır? Çünki o qlobal liderdir. Onun kimi insanlar mütləq hansısa formada cəzalandırılmalıdır. Harda cəzalandırılmasının heç bir əhəmiyyəti yoxdur. Bu Azərbaycan, Ukrayna, ABŞ və ya hər hansı Avropa ölkəsi ola bilər. O cəzalandırılmalıdır. Ruben Vardanyanın saxlanma şəraitinə gəldikdə isə o bütün hüquqlardan istifadə edir. Bura ailəsi ilə telefon danışıqları da daxildir. O saxlanma müəssisəsinin imkanlarından istifadə edə bilir. O cümlədən tibbi bölmədən, idman zalından və kitabxanadan.
Cinayət işi məhkəməyə göndərildiyinə görə və açıq məhkəmə iclasları keçirildiyinə görə media məhkəmə zalından iclasları izləyir və işıqlandırır. Baş prokurorluq prosesə müdaxilə etmir. Əgər təqsirləndirilən şəxs hökmdən narazı qalarsa, o hökm ona təqdim edildikdən sonra 20 gün ərzində apellyasiya hüququndan istifadə edə biləcək. Ruben Vardanyan Nobel sülh mükafatına namizəd göstəriləndə biz şoka düşdük. Ukraynalıların öldürülməsi, Ukraynalı uşaqların öldürülməsi və oğurlanması, ikili təyinatlı texnologiyalar və ikili təyinatlı yüklər vasitəsilə. İndi isə o Nobel mükafatına namizəddir. Bu sadəcə qəribə deyil, bu doğrudan da axmaqlıqdır. Biz sürreal bir dünyada yaşayırıq. Çünki bir tərəfdən o milyonlarla insanı öldürür, digər tərəfdən isə sülh adamı kimi təqdim oluna bilir. Bu necə mümkün ola bilər? Bu dəlilikdir. O sülhməramlı deyil, o müharibə yaradan biridir. Ruben Vardanyanın Nobel sülh mükafatını qazana biləcəyi fikri əlbəttə ki, bir zarafatdır. Bu, Azərbaycanda keçirilən məhkəmə prosesindən diqqəti yayındırmaq üçün bir üsul idi. Həm də müəyyən mənada ona simpatiya yaratmaq məqsədi daşıyırdı. Çünki o, Azərbaycanda mühakimə olunur və böyük ehtimalla məhkum ediləcək. Onun əleyhinə olan sübutlar çox güclüdür. Bir çox həmkarımla birlikdə biz sənəd imzaladıq və onu Nobel komitəsinə göndərdik. Bu şəxsin siyahıdan çıxarılmasını tələb etdik. Bu oliqarxlar imiclərini yaxşılaşdırmaq, özlərinə simpatiya qazandırmaq üçün lobbiçilərə və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə pul ödəyirlər. Mənim üçün bu korrupsiyadır. Amma Qərbdə buna siyasi məsləhətçilik və lobbiçilik deyilir. Məhz bu baş verirdi. Bu siyasi bir şou idi. Ruben Vardanyan nümunəsində həm Azərbaycan və həm də Ermənistanda anlaşılır ki, əgər o Qarabağda uğur qazansaydı, bu İrəvandakı hökumətin gələcəyini də təhlükə altına qoyardı. Ümid edirəm ki, Ermənistan hökuməti bunu anlayacaq və bir daha bu yolu davam etdirməyəcək. Mən hesab edirəm ki, Ruben Vardanyan bütün erməni xalqını təmsil etmir. O yalnız Putinə Ukraynaya qarşı müharibəni davam etdirməyə kömək edən bir şəxsdir və o cəzalandırılmalıdır. Vardanyan layihəsinin puça çıxması nəticədə Rusiyanın sülh məramlarına bir il öncə 2025-ci ildə deyil, 2024-cü ildə getməsinə səbəb oldu. Buna görə də məncə bütün bunlar çox güclü sübutlardır ki, Ruben Vardanyan əsl bir erməni deyil, o Rusiyanın adamıdır. O, yerli erməni əhalisinin gələcək perspektivlərinə zərbə vurdu və bu şübhəsizdir. Çünki əgər o Qarabağa gəlməsəydi, mən təsəvvür edirdim ki, Bakı ilə Qarabağın erməni sakinləri arasında müəyyən daxili dialoq mümkün ola bilərdi. O, öz hərəkətləri ilə Qarabağ ermənilərinə daha çox ziyan vurdu, nəinki xeyir verdi. Yəni demək istəyirəm ki, Ruben Vardanyan kimi insanlar olmasaydı, müharibə də olmazdı.
Bu gün Ağ Evdə Ermənistan ilə Azərbaycan arasında sülh sammitində hər kəsi qəbul etməkdən böyük şərəf duyuram. Həqiqətən bu gün Azərbaycan xalqının yaddaşına həm qürur, həm də prezident Trampa minnətdarlıq hissi ilə həkk olunacaq. İndi isə tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan bu möhtəşəm imkana sahibdirlər. 10 illiklərdir davam edən qarşıdurmaya, bəlkə də bir əsrlik münaqişəyə, ədavətə, düşmənçiliyə tam şəkildə, bilməli olaraq son qoymaq və parlaq bir gələcəyə sahib olmaq üçün real imkan var. Hər iki ölkənin xalqları bu parlaq gələcəyə layiqdirlər. Və bu fürsət əldən verilməməlidir. Bəzi erməni həmkarlarımın dediyi kimi, əgər bu fürsət əldən verilərsə, bu insanlıq əleyhinə cinayət ola bilər. Ümid edirəm ki, bu baş verməyəcək. Nəticədə ən böyük zərbəni bizim ölkələr görür. Biz çalışmalıyıq, müstəqil olaq, öz marağımızı düzgün anlayaq və barış içində, sülh içində yaşayaraq bir-birimizi dəstəkləyək, bir-birimizə qarşı olmayaq. Qoy müharibə olmasın. Qoy düşmənlərimiz Ruben Vardanyan kimi şəxslər gedib öz problemləri ilə məşğul olsunlar.